Mən uzun illər məhkəmələrdə yalnız bir-birinə güvənən insanların mübahisəsini gördüm. Yəni bir-birinə güvənməyən insan maksimum dərəcədə münasibətlərini rəsmiləşdirir, hüquqi bir hissəyə keçirir. Amma bir-birinə güvənən insanlar bayaq dediyimiz kimi sözlə, kişi sözü ilə, nə bilim mən bir kəlmə dedim, bitdi. Bu fikirlə yanaşırlar, amma nəticə olur ki, sonra mübahisələr yaranır. Çünki bir çox hallarda övladları arasında problem yaşayan valideynlər artıq sağlıqlarında və yaxud da ki, artıq bəlli bir yaşa dolandan sonra onlar o bölgünü aparırlar ki, onsuz da onların arasında mübahisə var. Mübahisəni mən sonlandırım, mülk bölgüsünü apararıq. Amma onların arası yaxşıdır, onlar heç vaxt mülkə görə bir-birlərinə mübahisə etməzlər deyib, arxayınlaşan valideynlər bir çox hallarda bu cür xoşagəlməz situasiyalarla üz-üzə gəlirlər. Təcrübəmdə belə bir hal olmuşdu. Hətta bir-birlərinə güvənən bacı-qardaşlar valideyn öləndən sonra valideynin əmlakını keçirirlər bir övladın adına. Nə üçün? Deməli, həmin əmlak satılmalı idi. Biri deyir ki, yəni mənim adıma keçin sataq, sonra bölüb hamı öz payını götürsün. Və nəticə etibarilə satılır və heç kimin payı da verilmir.